Bir daha hamınıza tam xeyir olsun. Demək, bugün sizlərlə bərabər son iyun ayında keçirilən qəbul suallarına baxacağıq. Qeyd edeyim ki, hal-hazırda siz ekranda iyun ayının son qəbul suallarını görürsünüz. 30 sualın 30'unu da. Maraqlı qəbul idi. Məntiq hissəsi ilə bağlı bir neçə sizə tanış olan və hətta tanış olmayan sual tipləri var ki, onlara bir yerdə baxacağıq. İndi istəyərdim ki, hal-hazırda elə suallardan başlayım. Ümumi olaraq sualların sizə tanış etdim bilməyiniz üçün. İndi gəlin test eləyəyin. Hal-hazırda 27-ci sınağın birinci sualından başlayaq. E, Bəzən mənə bu arada video başlamışdan əvvəl də indi bunu biz YouTube üzərində yerləşdirəcəyik. YouTube kanalımıza da abunə olarsınız. Videonu da bəyənərsiniz ki, və dostlarınızla da paylaşın daha çox insana bu video kömək etmiş olsun. Gəlin elə 27-ci sualdan, 27-ci sınavın birinci sualından başlayaq. Sadə şifrələmədir. Şərti də veribdir ki, 3 rəqəmli ədədlər 3 dənə hərflə şifrələnib. Tapın, tapın, tapın. Biz bilirik də bunu tapmanın yolu nədir? Əgər soldan birinci sütunu götürürəmsə fikir verin. Sağdan hansı rəqəmlərə baxmalıyam? Birincilərə. Bax, fikir versəz burada məndə sol tərəfdə 2 dənə A hərfi var. Burada 2 dənə nə var? 3. Buradakı 3'lər artıq deyir ki, biz A'yıq. Heç nəinki ha, sağdakı 3'lərə baxsaz belə A'lara dadır. Baxın, sağda da 3 dənə 3 var. Demək A'nın kodu 3'dür. İndi A'nın kodu 3'dürsə, 3, 3. İndi mənə bir ETA lazımdır, bir də AT. Niyə ETA və AT? 3 ilə başlasın, sonu nə ilənsə qutarsın. Və orta sütuna baxsaz, məndə 3 dənə T hərfi var. T'lər nədir? 5. Onda belə çıxır ki, bu AOT yazdığı 3 və sonu nə ilə qurtaran olmalıdır? 5 ilə. Onun sərqə ilə buradan yazıb. Yəni 3 ilə başlasın, 5 ilə qutarsın. Bu da elə 315. Onda AT-nin kodu avtomatik olur 352. Elə AT-nin özü də ETA-nın nə idi? Tərsi. Yəni nə? 253. Birinci testimizin doğru variantı nədir? A variantı. Tapmaq olardımı? Bəli. Rahat test tipidimi? Elədir ki, var. Hər imtahan qəbula bir sual, bu sual tipi ilə bağlı rastımıza çıxa bilər. Növbəti ikinci sualla başlamaq istəyirəm. Bax, bu səfər də yenə cədvəldir. Cədvəllə bağlı bizim qəbulumuzda bir neçə dənə sual ola bilər. Bunun həm riyazisi, həm tapmacası mövcuddur. İncavardan sizin hamınızın bilməsi üçün. Bax, rəqəm qoyub dostlar. Yəni artıq burada sizə bəzi şeylər ehtiyac deyil. Bir də belə bir şey yazıb. Baxın, A sıfırdan böyükdür. Yazaq. A vurulsun B bərabərdir 72. BC bərabərdir 96 və AC də bərabərdir 48. Əslində bunu nədən bilmək olar? Rəqəm verə bilərdiniz dostlar. Bax, hər ikisində B hərfi var və məsələn bunların ortaq vuruğu var. Oradan başlaya bilərsiniz və yaxud da ki, verilən misalların ikisini tərəf-tərəfə bölərdim B-ləri. Aha, böldün. Sonra nə edərsən? Burada qalar dostlar, A bölünsün C bərabərdir. 72 böl 96. Aha, 72 böl 96. Onda bu neçə eləyir? Baxıram dostlar, bu hər tərəfi 4-ə də bölə bilərsiniz. Yəni nə? 24-də 18. Və yaxud da ki, hər tərəfi 2-yə bölərəm. 12-də 9 və ya 4-də 3. Niyə bunu belə yazdım? Ən sona qədər 4-də 3 kimi. Mən əslində buradan rahat bilmək olar. Bu 12 ilə 9-dur deyə düşünə bilərsiniz. Və yaxud da ki, 24 ilə 18. İlən yaxşı nədir? Bunu 4-də 3 kimi baxıb çarpazlaşdıra bilərsiniz. 4A bərabərdir 3C. Gətirib bax, verilən misalda C-nə vəzləşdirə bilərəm. Məsələn, C bərabərdir 4A bölünsün 3. Gətirib bax burada yerinə qoysam, A vurulsun 4A bölünsün 3 bərabərdir 48. İndi hər tərəfi 3-ə vurub 4-ə bölsəm, bunlar ixtisar gedir. Qalır burada verilən misalda A kvadratı bərabərdir 36. Bir dəqiqə, hə. A kvadratı bərabərdir 36. Onda A neçədir? 6. Hə, A 6 imiş ki. Bəli. Onda A 6-dırsa, yaxşı. B neçədir? C neçədir? C-ni tapa bilərəm. Hardan deyim? Misalın, A-m 6-dırsa, B-m 12-dir. B-m 12-dirsə, C-m də 8-dir. Misal alın. 12 üstə gələk 8, üstə gələk 6. O da bərabərdir 26.
Y var. Bəs başqa nə cür tapa bilərdim? Düzdür, mən burada yazmışam 9 ilə 12. Hər tərəfi 3-ə də bölə bilərdiniz. Qalardı 8 ilə 6. Aa, maraqlıdır. Bəli. Rəqəm də qoya bilərdiniz. Yenə deyirəm dostlar. Sadəcə olaraq ən rahatı nədir? Vuruqlarını ayırmaq sizin üçün. Var üçüncü misal. Anloji ardıcıllıq deyil. Sadəcə olaraq deyir ki, bu ardıcıllıqlar eyni qanun uyğunluğa tabidir. Buna uyğun olan sualların yerini tap. Tapaq da. Vur 8 böl 4 plus 7. Qətirən bir-bir yazıram. Bax aşağıda fikir verin. Hamısının dostlar qanun uyğunluğu. Vur 8 böl 4 plus 7. Onda burada vur 8'in var. Onlar böl 4 24 plus 7 31. Ha, cavab neçədir? 24 ilə 31. D variantı. Düzdür, sınağı hal-hazırda biz rahat suallardan başlamışıq deyə. Biraz bizim üçün daha rahatdır. Amma siz istəsəz misalları, təbii ki, indi qabağa getsə görəsiniz, biraz çətinləşir. Bəs yaxşı, bunun çətinləşməsin deyə qarşısını almaq üçün nə etməliyik? Dostlar, bu sual tipi magistrın köhnə qəbul sualdır. MQN və A-nın anasıdırlar. Və deyir, burada A-nın anası, xalası, qardaşı, bacısı, arvad atası və qızıdır. Bu sual dediyim kimi köhnə qəbul sualıdır. A-nın özü, göz dostlar, arvadı var deyə, qardaşı və arvadı var deyə. Bu A kişidir. Bax, indi bir kişilər var, bir də var qadınlar. Birincisi bunu təyin edirik. Qohumluq əlaqələri ilə bağlı çoxdandır ki, qəbullarda sual olmur. Bu imtahan olmağı bir balacacana bizə kömək edir. Özdə baradayım. Misal elə misaldır ki, həminki sual sadəcə olaraq hərflər dəyişir. Deyir, P ilə Q cinsin nümayəndəsidir. Ümumiyyətlə, burada 2 dənə kişi var, 5 dənə də qadın. Hardan bilirsən? Dostlar, qardaş və ata kişidir, anadır, xaladır, bacıdır, arvadlı qızdır. Dedim ki, köhnə qəbul sualıdır və yalnız burada dəyişən şey hərflərin yeridir. Aha, sonra nəyə bax? Gəlirəm. P ilə Q eyni cinsin nümunə, yəni nə? Bu P və Q. Qadın da ola bilər, kişi də ola bilər. Çünki 2 nəfərlik yer var, amma bir iş var. Deyir, M ilə Q bacıdırlar. Fikir verin. Və Q ana deyil. Bax, sayın oxumuram, fikir verin. M ilə Q bacıdırlar. Deməli, M ilə Q bacıdırlarsa, bu ya anadır, ya da ki, xala. Hə, yaxşı, yazdım, ya ana, ya xala. Sonra nə qarım? Və deyir, dostlar, Q anası deyil. Əgər Q ana deyilsə, belə çıxır ki, Q də A da qadındır. Sadəcə olaraq Q xala deyilsə, daha doğrusu Q A-nın anası deyilsə, Q xalat, onda A-ya nə qalır? Ana. Və yazı və burada M ilə N və deyir P ilə Q N cinsini, onda P də qadındır. Və verilən misalda A-nın arvadı öz həmyaşlıdır. Bu o deməkdir ki, yəni A atasından da anasından da balacadır. Və burada bir də bir nüans var. Baxın. M ilə M müxtəlif cinslərin nümayəndələridir. Həm M, həm də N. Yəni bunlardan biri kişi, biri nədir? Qadın. Və M də qadın olduğu üçün N avtomatik nə olur dostlar? Kişi. Amma bilmirəm ha N kimdir. Aa, doğrudan onda bu belə çıxır ki, M-i də mən M ilə Q bacıdırlarsa, bu arada bura götürüb yazmışam Q. Ananda A'ya da yazmışam. A deyil dostlar bu arada. Bu M'dir deyil ama ben burada niye A yazmışam. Ha, bu M hərfidir. Və deyirik S M-dən A ölçədə olur. Dostlar M də qadın olduğu üçün və anadırsa. Anadan böyük kim ola bilər burada? Xalanı tapmışam. Böyük olsa bacısı ola bilməz. Qız ola bilməz. Arvad ola bilməz. Yazı arvadıdır. Yəni bu o deməkdir ki, A-nın həyat yoldaşı A əgər M-in övladıdırsa, yəni bir övlad uşağın, bir övlad anasından və atasından nə olmalıdır kiçik? Demək onda belə çıxır ki, S nədir? Kişi. Və S kimdir? Ata. Onda N kimdir? Qardaş. Onda yerdə qalan P, T və bir də R. Bu üçü isə ya qızıdır, ya bacısıdır, ya da arvadı. Amma bilmirəm. Bu da deyir ki, mütləq doğru bilirsiniz nədir? Deyirik, T
A'nın həyat yoldaşıdır. Ola da bilər, olmaya da bilər. Er A'nın bacısı deyil. Ola da bilər, olmaya da bilər. Sonra yaz və P S'in qızıdır. Belə ki, qalsın burada. P və N eyni cinsin səhvdir. N və R müxtəlif cinsin nümayəndələridir. Baxın, P S'in qızıdır. P qız da ola bilərdi, dostlar. Həmçinin arvad da ola bilər deyə deyil. Sadəcə olaraq doğru variant nədir? Y variantı. N ilə R müxtəlif cinsdir. Mütləq doğru budur. Bəs axı niyə D-ni götürmürük? Çünki D-də P qız da ola bilərdi. Bacı da ola bilər. Yəni onun öz qızı da ola bilər. Və yaxud da ki, arvad da ola bilər. Doğru variantımız nədir? Y bəndi. Çətin bir misaldımı bilməyən üçün hə. Amma bu testi bir dəfə olsun işləmisinizsə, ən azından magistr qəbullarında bunu bir dəfə də olsun işləyir tələbələr. Və bizim testlərin içərisində də mövcuddur bu sual. Qohumluq əlaqələri ilə. O nənəsidir, anasıdır. Sadəcə o diqqətli olmaq lazım. İndi 5-ci sualda yenə tapmaca tipli cədvəldir. Gəlirəm misalın bu hissəsində. 2 və 9-dan 19 alıb. Sol tərəfi bölüb 2-yə, üstünə gəlib sağ tərəf vurub 2-yə. Bərabərdə 19. Yəni 4-ü 2-yə bölüb üstünə 4 vurulsun 2 gələrəm. Bərabərdə 10. A variantı. Daha sonrasında 6-cı sual. Bu imtahan qəbula 2 dənə qeyri-aşkar operator düşmüşdü və ikisi də deyərdim ki, bir-birindən çətin idi. Düzdür, burada böyük rəqəmli ədədlərdən kiçik rəqəmə əldə alınıbsa, mən artıq bilirəm ki, bu nədirsə kvadrat kub söhbətidir. Bəs yaxşı. Siz əgər bilirsinizsə, kvadrat kub söhbətdirsə, misalda nədən başlayayım? İşte dostlar, bu rəqəmləri cəmi toplayıb 8, 9, 12. Elif 19. Bunun rəqəmləri cəmi 3, 5, 7. Bu deyilib 15. 19-dan 15-i çıxıb kvadrat. Alınıb 16. Yəni ədədin rəqəmləri fərqinin nəyi yazılmış ora? Kvadratın. Aa, doğrudan onda mən misalda nəyə toxunum? Bu zaman gəlirəm aşağı hissədə 9-u, 7-ni və 2-ni toplayanda bu eləyir 18. 4-ü 3-ü və 9-u bu eləyir 16. 18-dən 16-nı çıxıb kvadrat eləyir 4. Bu biraz məsələn çaşdırıcı bir sual idi deyərdim, amma dediyim kimi kiçik ədədlər verildiyi üçün siz bu misalı tam rahatlığı ilə tapa bilərdiniz. Keçdik növbəti suala, 7-ci sual. Yenə bir saat məsələsidir. Yəqin ki, bu sualla bağlı tanışlığı olanlar bilir ki, artıq rahat sual tipidir. Amma ilk dəfə tanış olanlar üçün izah biraz qaranlıq gələ bilər. Bunları biz qrup dərsində keçirik bu arada. Və verilən misalda 7-ci sualda yazıb 11:06-da çıxmalı adam dəqiq işləyən saatda. 11:06 deyirsə, birisi də bu güzgüdür. 12, 11, 10, 9. Saat hal-hazırda əziz dostlar 10-a qalıb. 10-a qalmaq nə deməkdir? Yəni saat 9 və baxıram. Hər şkalanın özü 5 dəqiqədir. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada 9-dursa, yəni bu 45-i keçib. Verilən cavab cütdür. Cavablar təkdirsə, demək bu 40 neçə olmalıdır? Təkə də olmalıdır ki, 47. Siz orada tapa bilərsiniz ki, burada nə qalıb? Yəni 9, 47. Niyə 46 götürmürsən? 46 götürsən cüt alınardı. Amma cavab variantların hamısı təkdir. Və saat 11:06-da da gelib çatmalısan ora. Dediyim kimi ilk dəfə bu sualla tanış olanlar üçün onlara biraz çətin gələ bilər bu misal. Ona görə diqqətlə qulaq asın. Biz bunu qrup dərsində də keçəcəyik. Həmçinin əlavə olaraq bununla bağlı mən xüsusi bir video da hazırlamışam. Saat məsələlərini necə rahat tapmaq olar. Onu da göndərəcəm ki, diqqətlə baxasınız. İşte qaldı bizdə burada bunu tapmaq. 11:00-a qədər 1 saat 13 dəqiqə plus bir də nə qalıb burada? 00-dan 6 dəqiqə də burada. Bu da eləyir 79. Devam. Tapmaq olarmı? Hə. Çətin bir misaldırmı? Bilməyənlər üçün bəli. Amma biləndən sonra deyəsiniz, kaş elə bir sual düşsün. Test edirəm növbəti sualı. 8. Yenə bir mətn təhlilidir. Və yazıb. Deyir, 5 nəfər adam var. Onlardan biri həkim, digəri müəllim, üçüncüsü mühəndis, dördüncüsü hamısında yazıb. Yazıb əla. Özdə 1, 2, 3, 4, 5-ci yazır. Biz də baxırıq görək burada nə deyir.
Və kişi cinsləri var, bir də var qadın cinsləri. İndi baxıram misalın bu hissəsində K, L, M, N və F. Və burada bunların peşələri var. Qrafika çəkirəm. Həkim, müəllim, sürücü, menecer və bir də mühəndis. Sonra nə qalırıq? Sonra baxaq misala. Deyir indi burada K ya menecer ya mühəndisdir. Demək K ya menecer ya da ki mühəndis. Demək K-nın heç birisi ola bilməz. M müəllim deyil. Okey. Yalnız M və F qadındır. Deməli M də qadındır. F də qadındır. Və deyir həkim qadın deyil. Demək həkim nə M ola bilməz, nə F ola bilməz. Və deyir mühəndis və sürücü kişidir. Həm mühəndis, həm də sürücü kişidirsə, onda buradan belə çıxır ki, nə sürücü M, nə də mühəndis ola bilməz. Həmçinin F nə sürücü, nə də mühəndis ola bilməz. Onda fikir verin, M-ə nə qaldı məndə? Müəllim. Müəllim artıq başqası ola bilər? Xeyr. K-nın artıq 4 dənə menüsü var. K-ya nə qaldı? Mühəndis. Mühəndis başqası ola bilər? Xeyr. F-in 4 dənə menüsü var. F-ə nə çatmır? Bir dənə plus. Onda başqası bu peşənin sahibi ola bilməz. Hə, indi deyirik F-in peşəsi nədir? F-i tapdıq. F nəymiş? Müəllim. Ailə bu qədər sadə, bəli. Misal tapmaq olardımı? Düşünürəm ki, bəli. Diqqətlə oxuyun, qeydlərinizi aparın, amma cədvəl qurmağa tələsmir ya qətiyyən. Misallarda. Növbəti sual 9-cu tərəzidir. Ümumiyyətlə qəbullarda tərəzi düşərkən bir sual da düşə bilir, iki sual da düşə bilir. Həm linkli, həm belə sadə formada, həm də ki, bəzən sözlə də bağlı düşə bilir. Necə sözlə? Birinci dostlar, kvadratı verib 2 dənə dairədir. Kvadratları silin. Yerinə yazım 6 dənə dairə. 2 üçbucaq 6 dairədirsə, bir üçbucaq bərabərdir. 3 dənə dairə. Üçbucağın yerinə 3 dənə dairə yazım. Kvadratın yerinə 2 dənə. Bu qaldı B variantı. O nə rahat misal imiş. Bəli. Və birdən bu olmasa neyin yəni? Əlbəttə ki, dostlar, əvəzliyə gedər. Bir kvadrat 2 dairə də ola bilərdi misalda, bir üçbucaq 2 dairə də ola bilərdi və s. Sonra gəlirəm neçə vaxtdır ki, bütün qrupların hamısına bunu sual vermişəm və demək olar ki, sualı 90%, 90 da deməz, 95% tələbə bunu tapa bilmir. Təsəvvür edin də. Niyə? Çünki tələbələr həqiqətən bunun nə olduğunu düşünə bilmir. Təsəvvür yoxdur. Birincisi şərtdə gəlin oxuyalım, görün bizdə nə yazılır. Deyir, oyun zamanı qarşı üzlərdə olan xalların cəmi 7-yə böləm. Qarşı üz nə deməkdir? Yəni bir zəri təsəvvür edin. Burada sizin təsəvvürünüz olsun deyə bax çəkdim zəri. Qarşı üz deyəndə dostlar, yəni paraleldə duran üz. Bir zərin birisi də 1-dən 6-ya qədərdir. Aha, yazaq. Bura yəni məsələn aşağı tərəf 6 4-dürsə məsələn. Yuxarı tərəf 3-dür. Sağ tərəf 6-dırsə, sol tərəf 1-dir. Arxa tərəf 2-dirsə, məsələn, ön tərəf 5-dir. Görürsünüz, cəmlər bir-birinə nədir? Hamısı 7. Bəs yaxşı, şimdi bunu yazmısan və deyir ki, bu üzləri eyni olan xalları bir-birinə yapışdırmaqla sütun üzrə. Yəni, burada dostlar 5-dir, 3-dür, 1-dir. Bunlar hərəsi bir dənə zərdir. Amma xalların özü üst-üstə qoyulub yazılıb ora. Necə yazılıb? Təsəvvür gözünüz açsın deyə belə deyim. Baxın dostlar, elə bir babur 3 yazılmıyor. Bunun 3 yazılan hissəsinə indi bir şey çəkməyə çalışıram ki, sizi aydın şəkildə başa salım. Sanki dostlar, baxın, indi bacardığım qədərdən bir kub çəkdim. Bura bir şey yazacağım. Baxın, bura 3-dürsə, bunun birləşdiyi tərəf də 3-dür. Yuxarı tərəf neçə olmalıdır onda? 4. Niyə başa salıram ki,
Y variantı düzgün variantdır. 10-la 5-ilə. Yəni bura 4-lə 3-dürsə, dostum. Sənin bura yaza biləcəyin hissələrdən biri yenə nə ola bilər ön tərəfə? 5-lə 2 və yaxud da ki, nə? 2 ilə 5 və kənar tərəflər neçədir? 6 ilə 1. İndi bir dəfə də bura 4 yazsam, indi bunun da üst mərtəbəsində. Belə mərtəbə bilmirəm. Dediyim kimi təsəvvürünüzdə bilmirəm necə canlandıra bilirəm. Canlandıra bilmirəm hal-hazırda. Aha. Yenə bir mərtəbə çəkdim dostlar. 4 yazan hissələ bura 4-ü birləşdirdim. Yenə ancaq burada nə öz görə bilərsiniz? Tutalım, bax 5, 2, 2, 5. Başqa nə görə? Yenə 5-i görə bilərsiniz. Və yaxud da ki, ancaq nəyə görə bilərsiniz? 1-lə 6-nı ya da 6 ilə 1-i. Yəni siz bu variantlarda yazın məsələn 5, 3, 1. Ayrı-ayrı bir, iki dənə qarşı üzü mütləq şəkildə görməlisiniz. Yəni ya 5, 2 arxasında, ya 2, 5 arxasında. Və bir də nə? 1 ola bilər ya da 6. Bəs niyə müəllim 3-ü götürmürsən? Çünki 3-ün qarşısı 4-dür. 2-nin qarşısı 5-dir. 1-in qarşısı 6-dır. Amma mən bayaq dediyim kimi. Görürsünüz dostlar, lap sağa fırlatsan kubu, sola fırlatsan belə, yenə də sən ən azından 2 dənə üzü görməlisən bir-biri ilə qarşı olanlar qarşı tərəfdə. Hal-hazırda bu çəkdiyim sol tərəfdəki kubu beyninizdə canlandırmaqdan ötəri çəkmişəm. Və düşünürəm ki, bu həqiqətən çətin bir. Lakin gəlin belə deyim. Yadda saxlayın misalı. Daha rahatlaşdırmaqdan ötəri. Hardakı demir qarşı üzlər var. Təsəvvür edin. Bax 5 deyil. 5-in burada olması üçün bax burada 3. Onda bunun qarşı tərəfi 6-dır. Bu tərəfi 4-dür. Bura neçədir? 2. Ay dostlar, mən axı buranı birləşdirməkdən ötürü ya 4-dən ya da nədən istifadə etməliyəm? 3-dən. Yəni axı birləşmir axı. Çünki niyə? Bura neçə qoyum? 1. Bura 1 qoydum. Aha. Axı 1-ə bura qoya bilmərəm birləşmə. Nə 4-ü nə 3-ü niyə? Artıq bunları istifadə eləmişəm. Yəni yadda saxlayın. Hardakı 2 dənə qarşı üz. Yəni nə? 5-i verib onun qarşısındadır 2. 2 verib onun qarşısındadır 5. Bunların tərsi alınırsa cavab odur. Gələn imtahan bunu yadda saxlayırıq. Bir daha xatırladıram. Məsələn, burada əgər olsaydı 5, 2, 1 yox. Baxın, misalda. Yazsaydı bura 4. Bura yazsaydı 3. Tutalım deyirəm. Burada yazsaydı 6 yenə düzdür. Niyə? 4 ilə 3 bir-birinin qarşısı deyə ödəyir. Baxın, qalan heç bir variantda yoxdur. Bax 6-nın qarşısı 1, 1-in qarşısı 5, 4-ün qarşısı 3. 3, 5, 6. 6, 4, 2. 6, 5, 3. Amma fikir verin, buradakı yüzdə nə alınır? Baxın, boz hatı o birislərdən fərqlənir. 2, 5, 6. Baxın, bir-birinin tərsi alındı. Demək cavab budur. İndi misalın bu hissəsinin üzərində çox qalmaq istəmirəm. Bunu bir dəfə də imtahana yaxın yenidən sizə baş salacağım ki, sizin üçün qaranlıq qalan bir şey olmaz. Keçirəm indi növbəti suala. Analoji ardıcıllıqdır, dünyanın ən gözəl sualıdır. Özdə yazır, bax 1 ilə 2, 3 ilə 4. Hə, neyniyək, necə eləyək? 3 də vurub 1-ə, çıxıb 5. Vurub 2-yə, çıxıb 5, vurub 3-ə. Bu da eləyib vur 3, çıx 5, vur 4, çıx 5, vur 5. Dəyişən nədir? Çıxmalar sabit qalır. 1 olub 3, 2 olub 4. Hərəsi 2 vahidliyini vardır. Onda bura vur 5, vur 3, çıx 4. Vur 4, çıx 4 və vur 5-dirsə, onda 2 vahid artırıram. Vur 5, vur 6 və bir də nə? Vur 7. Və çıx 4-də həmişə sabit yerində neyniyir? Qalır. Axtaraq görək hansı variantdadır bu misalın cavabı. Onu dostlar, Y bəndinə baxın. Vur 5, çıx, çıx 4. Səhvdir. Bir burada çıx 4 yoxdur axı. Görüm hanı vur 5 olan misal. Baxın, vur 5, B bəndi. Çıx 4. Vur 6, çıx 4. Vur 7. B variantı. Rahat misal idi. Bax, bu da ardıcıllığın ikincisi. Sonra gəlirik qəbulda 90%, 90%, 99% tələbənin yazmadığı sual. Bu əziz dostlar generatordur. Bu kalibratordur. Bu radiatordur. Radiator. Bu ozanator. Bu isə əziz dostlar imperatordur. Fərqlənən variant A bəndi.
Demək olar ki, bu sualı burada izah eləməmişdən əvvəl bütün qruplarda hamıya göstərmişdim. Özdə 3 variantının olduğunu demişdim. Hansılar? Radiatoru, karburatoru və generatoru. Digər iki variant uşaqlar anlamadan eləsə tapa bilmədi. Sonra gəlirəm 13-cü suala. Aha, görək bu 13-də nə var? Demək ki, dostlar, misalımda yazıyım məsələn 2. Bax 1, 1, 0 yazıbsa bura baxmayın. Bura sizlik deyil. Niyə? Birlər, sıfırlar gördün, oradan heç nə tapmaq olmur. Mümkünatı yoxdur. Bəs nə qarı müəllim? İndi bəs nə qarımı olmadı? Qəşəng gəlirəm misalımda. Birincisi, dostlar. 8. Yuxarıdakı ikisini vurub bir-birinə. Bundan çıxıb aşağıdakı 6-nı bölüb 2-yə. Bərabərdir 5. Yəni hal-hazırda 11-i vuraram 12-yə. Nə çıxıb 2-yə bölsəm 4 alaram. Buradan da toplayıb çıxırsınız. Bura 132 eləyir. 132 çıxılsın x bərabərdir 8. Bu deyir 124. C variantı. Tapmaq olardımı? Düşünürəm ki, bəli. Amma belə çətin idi açığım. Sonra var 14-cü sual. 14-cü sualda da misal. Gördüyünüz hissədə görəsən neyiniyib? Misal dostlar qatlayıb nəyə? Hərəsini. Bunu da sol tərəfə qatlayıb. Görək həqiqətən elə bir iş görüb, yoxsa üst-üstə qoyub, neyiniyib, yığıb bura bəlkə. Demək dostlar, hər ikisində də gətirirəm misalı bu hissəyə. Bax, bunu. Gözünüzdə canlansın deyirəm ha. Bax, bu sualı görürsən neyini? Bu aparım, mən də bunu çəkmiş kimi elədim, birazdan səhv çəkdim. Bax, sərgəl çəkeyim. Bunu yazdım. Bu bunun bu hissəsi sağ tərəfi. Bu da bunun aşağı tərəfi. Bax, əziz dostlar, bu sağ tərəf köçürür sola. Sol tərəfə qoyur. Bunu elə olduğu kimi yazıb aşağıya. Fikir verin, ortada olduğu kimi saxlayıb. Görürsünüz? Bax, bunu aldım. Yəni nə? Bəs mən onu necə təyin edim ki, nəyi hardan alıb, nə edib, nə iş görüb? Dostlar, bunu olduğu kimi, baxın, gətirmirəm bu ikisini. Ortanı saxlayıram yerində, orta ilə işim yoxdur. Elə bura bu üçbucaq modunda qalsın. Düzdür, bir dənə variant alınır burada, variant alınmağa. Yenə də baxaq. Bax, görürsünüz, ortanı dostlar, heç kim dəyişmir. Bax, orta dəyişmir, fikir verin. Sabit yerində qalıb. Orta ilə işi yoxdur bunun. Sadəcə olaraq sağ tərəfi aparıb. Elə bir solun üzərinə qatlayır. Olduğu kimi aparıb köçürdüm ora. Köçürdü hep bizdə. Sağ tərəfi fırladıb köçürdü ha bu arada. Yəni nətə bunun tərsini. İndi bu ortadakı üçbucaq olduğu kimi qalacaqsa, çünki o birisində də elə qalmışdı. Fikir verin. Bir dənə burada ortadakı üçbucağın belə dayandığı hissardadır. Baxın, başqa heç birisində yoxdur elə bir şey. C bəndinə baxın. Bu üçbucaq olsa buradan şey görsənərdi, qırım-qırtığı. Fikir verin. Bir dənə nədir? C variantı. Doğrudan iyi. Sağ tərəfə işte dostlar. Sağın üstünə, sol tərəfdə sağ. Gətirdim üst üstə qoydum sizə. Bundan da bitdi. Rahat bir misal idi mi? Düşünürəm ki, hə. Yazmaq olardı o da. Sonra 15-ci sual var. Özdə yazma buna baxın. Hansı şəhər alınır? Bu da əziz dostlar. Madla ridi birləşdirirsən alır mad rid. 1 ilə 5. Daha sonrasında keçdirirəm digər suala. 16-cı sual. Bugün bizim dostlarımızdan biri mənə belə bir mesaj yazmışdı. Dedi, müəllim, mən bu işbucaqları sayanda belə bir iş gördüm, nə? Bax, buranı belə qapatsam, burada 4 dənə işbucaq alıram. Belə bir şey ola bilər? Yox. Niyə? Çünki dostlar, mənim ixtiyarım yoxdur. Mən özümə nəsə qapadım işbucaq alım. Mənim məqsədim odur ki, buradakı işbucaqların sayını çıxardım ortaya. Çıxardaq da.
İndi misalda birinci nömrələmə əməliyyatı aparıram dostlar. Bax, hissələri nömrələyirəm sadəcə olaraq. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu nömrələrikləri üçbucaq sayı deyil. Sadəcə olaraq hissələrin ümumi olaraq sayını yazmışam bura. İndi bax, burada tək üçbucaqları tap. Yəni bir üçbucaqdan ibarət olan. Biri 2-dir, biri 5-dir, biri 7, biri 6, biri isə nədir? 9. Neçdən oldu? 5-dən. İndi keçim görün burada. İki üçbucaqdan ibarət olan üçbucaqlar var. Yəni iki üçbucaq o deməkdir ki, baxın. 1 və 2, 2 ilə 3. Daha sonrasında baxaq görək başqa nə var? Mənim də gözümdən yayına bilir bəzən. Desin başqa heç nə yoxdur. Sizlər də orada yaza bilərsiniz dostlar barədə, əgər sizin də cavabınız varsa. Sonra gəlirəm üçlü üçbucaqlara. Üçlü üçbucaqlar hansıdır? Var əziz dostlar, verilən misalda. 6, 8, 9. Digər üçlü üçbucaq yoxdur burada, amma 5 üçbucaq var. Görək o hansıdır. Hı. Digər hissədə baxıram. 1, 4, 6, 3 və 2. 4 üçbucaq var. 1, 4, 6, 3 və 2. Demək burada 2-dən oldu. Burada 1-dən oldu. Burada 1-dən oldu. Və ən sonda da onu da yazmışam. Bu heç, bu düzəldi. Və bir də əziz dostlar, bax, bu görürsünüz, bax, burada bir dənə düşbuzaq var. Baxın, üçlü düşbuzaqların içərisində. Bunu da buraya yazım. 4, 7 və 5. Bu da oldu 2. Cəmi 5, 2, 2 və 1. Ümumi oldu 10 dənə üçbucaq. Və artıq başqa bir üçbucaq yoxdur. Kimsə burada yazıb 1 ilə 4, 1 ilə 4 ola bilməz. Və cəmi dostlar, burada 10 dənə üçbucaq var. Çətin bir misaldımı? Hə, mən bunu belə tapmalıyam. Belə götürəndə dostlar, baxın, mən onsuz da bəzən məndən ən çox nə soruşurlar? Niyə müəllim biz bunu belə tapırıq? Bunun tapılma qaydası varmı? Xüsusi bir metodu varmı? Var ya, amma o standart fiqurlardan ötəridir. Bunlardan ötəri deyil. Bu suallar bir daha xatırladıram. Hamısı son keçirilən iyun ayının 7-si olan Dövlət Qulunun qəbul sualları. Bax, gəlirəm 17-ci suala. Biz bu sual tipini artıq bir neçə dəfə işləmişik sizlə sınaqların içərisində. 17-ci sualda, dəyərli dostlar, misalda birincisi, bu epsilon işarəsi, yəni daxildir deməkdir. Yəni burada olan qaydalar həm birinci, həm də ikinciyə daxil də ola bilər, daxil olmaya da bilər. Burada nə var? Məsələn, məndə burada var 4 dənə ağ, 2 dənə qara, 4 dənə xətti, 3 dənə xətti fiqur. Baxım görüm hamısında 2 dənə qara var. Bax, birincidə axtarıram dostlar. 2 dənə qara, birində var olursa, hamısında eləməli də bu arada. Tək-tək. Yoxdur ki? Yox. Məsələn, ağların sayı var. 4 dənə ağ var məndə burada. Burada 3 dənədir. Qalan heç. Və ya da ki, arasındakı say fərqi də ola bilər. Deyə bilərsin, müəllim, cəmi bunun 9 dənə fiqur var. Bunda da hamısında 9 var. Bunda da 9 var. Dostlar, onda siz deyə bilməzsiniz, bu ikisinə də aiddir. Bəs yaxşı, neyniyim? Bu gördüyünüz dostlar, nə ağ fiqurlarla bağlı, nə qara. Ya da ki, ağlar qaralarda neçə vahid çoxdur, məsələn, 2 vahid. Heç elə fiqur var ki, ağ yoxdur, baxın. Ya da ki, ağlarla qaraların cəmi bərabərdir. Nə burada gördüyünüz hissələrin heç birisi ilə bağlı, nə ağı, nə qarası, nə arasındakı fərqi. Heç birisi bu nə birincidə tapmaq olmur, nə də ikincidə. Ona görə cavabda dostlar, heç birlədir. Belədir. Yəni, heç birisində ortaq nəsə bir şey yox. Çətin bir misaldır. Hə, indi bu misal tipi ilə bağlı xüsusi bir izahımız olacaq bizim bu yaxınlarda. Mən artıq bu sualı 2 il izah eləyirəm və 2 ildən artıqdır. Tapmaq olarmı? Bu son keçirilən imtahanda biraz çətin formada düşmüşdü, amma yenə tapmaq olar, bəli. Hə, müəyyənləşdirmək mümkün bu arada deyim.
Burada dostlar ən çox sorsan da nədir? Bunu da deyim. Bax, müəyyənləşdirmə mümkünsüzdür nədir? Elə bir qayda var ki, həm birdə var, həm ikidə. Məsələn, nə? İki qara. Həm bunların hamısında var. Həm yuxarıda da iki qara var, hamısında. Və sən bilmirsən, birəmi yazasan o qaydanı, ikiyəmi? Bax, onda olur ki, müəyyənləşdirmə mümkünsüz. Müəyyənləşdirmə mümkünsüz o deməkdir ki, qayda var, amma hər ikisinə aiddir. Amma heç biri isə o demək ki, heç nə yoxdur. Daha sonrasında gəlirəm 18-ci suala. Dostlar, deyirik qanun uyğunluğu tapın və sual işarəsi yerinə uyğun gələn variant tap. Tapın deyir, tapıqdır. Plus 2, plus 4, plus 6, plus 8, onda bura plus 10'dur, 41. Bu da plus 1, plus 3, plus 5, plus 7 və plus 9, 31. Hər ikisini toplasam 72 A var. Bəlkə də bu testlərin içərisindəki ən sadə sual idi. Sizə əmin elətdirirəm ki. Yaxşı. Keçən digər suala. 19-cu sual. Futo Shiki. Dünyanın en güzel sualı. Görəsən niyə? Burada dostlar başlaya bilərsiniz təbii ki. Bax, demiş ki, ya işarət çox olan yerdən başlayın, ya da ki, ədəd olan yerdən. İşarət çox olan yer bax buradır. Burada nə var? 4 böyükdür 3, 3 böyükdür 2, 2 böyükdür 1. Avtomatik bura 4'dür. Bura qalıb 2 böyükdür 1. Toşikidə 1-dən 4-ə qədər ədəd sətirləri və sütunları elə yerləşdirməlisən ki, hər sətirdə və sütunda yalnız bir ədəddən birdən olmalıdır. Yaxşı, tutalım mən bunu yazmışam. Sonra nə edeyim? İndi dostlar, mən məsələn verilən bu misal hissəsində 3 ilə 2-ni yazmışam. Məsələn, bu sütunlarda və yaxud da ki, sətirlərdə bura qədər gəlirsən, problem yoxdur. Hə, məsələ başlayır bir tərəfdən. Bunları da bu arada işləməyin və öyrənməyin ən rahat yolu sizi inandırıram ki, çoxlu sayda oyun oynamaqdır. Nə qədər çox oyun oynasanız, nə qədər çox testlər etsəniz, test etmək sizin üçün rahat olacaq. İndi misalın bu hissəsində, bax bu sütunda məndə, və yaxud məsələn bu sütunda nə çatışmır? 3 ilə 2. Mən də fikirləşirəm ki, bax bu 3-ü və 2-ni yazmaq istəyirəmsə, və yaxud da ki bu sütunda çatışmır? 4 ilə 2. Mən bura 2 yaza bilmərəm. Niyə? 2 ancaq nədən böyükdür 1-dən? Bu 1 deyir ki, dostum, o səhv eləmə. Deyirəm baş üstə. Onda bura 2, bura 4. 3 dənə 4-ün yerini tapdığıma görə 4-cü 4 avtomatik buradadır. İndi 4'üm 2, 4 ilə 1 var. Nə çatışmır? 2 ilə 3. Onda bura 2, bura 3. Bura qaldı 1. Bura oldu 3, burada 1. Misal hazırdır. Tapmışam. A 4'tür. B 4'tür. C 2'dir. D də ki 1'dir. İndi bu da deyir ki, bax ki bu misallardan hansı ödəyir? Biz bunu həm mart ayında, həm aprel ayında, həm də may ayında keçirilən, həm dövlət qulluğu, həm də magistrın qəbullarında artıq görmüşük deyə az-çox bir təsəvvürümüz yaranıb burada. Bəs yaxşı, indi az-çox təsəvvürümüz yaranıbdırsa, indi misalı lap dəqiqləşdirmək istəsək neyniyək? 3 dostu götürüb qoyuram. Deyir 4 üstə gələk 4 bölünsün. 2 çıx 1 bərabərdir 6. Dostlar, 8-i 1-ə böləndə 8 qalır. Bir səhvdir. Bir olan variantları çıxdım. Sonra nəyə bax? Ən çox istifadə olunub nə? 6. Deyirəm 4 çıx 4 vurulsun. Aha. 2 böl 1. Ha, bu düzdür. 5 ödəyir. 5 hamısında var. Mən də 6 deyib 5 yoxlayıram. 4 vur 4. Vur 2. Böl 1. 6 düzdür. Füsunkar cavab elədir 2, 5, 6. A variantı. Daha sonrasında misalın digər hissəsinə keçiriləm, dostlar. 20-ci sual. Biz bu kubu sizlə bərabər bir dəfə eləmişik. Ola bilər dediyim kimi, indi variantlara fikir verməyin. A-lara, Q-lərin sayını ola bilər məndə səhv yazaram birdən. Variant alınmır deyə. Demək, burada bir dənə məsələ nədir? Digər misallarda bir səhv vardı. O səhv nə idi? Daha doğrusu səhv yox idi. Digər misallar asandı idi. Elə əliyə hərfi ilə rəqəm verib tapırdı. İndi gəlin də A-nı tap, D-ni tap. Hansının hansı olduğunu. Bu da adamı yorur. Açığı. Burada dostlar əni tapmaq olur. Ənin düşmə ehtimalı nə qədərdir? Bilirsiniz də burada olan üzün sayında verilən hərflərin sayını bölürəm.
6-ya. Yəni ə hərfinin ə deyəndə yəni e. E hərfinin düşmə ehtimalı nə qədərdir? 6-da 1. Bəs bunun hansı d, hansı a-dır? Dostlar, baxın, bu düz xəttlər d-dır. Əyri xəttlər ad. Necə yəni? Vallahi bildiyiniz yerə elədir. Yəni nə? A hərfinin düşmə ehtimalı A neçə dənədir? Bax, əyri xəttlərə baxın. 1, 2, 3, 4. 4 bölü 6. Yəni 3-də 2. Onda D hərfi hanı neçə dənədir? 1 dənə. 1 bölü 6. O deyil 6-da 1. Bildim ki, hansı hərfi görsəm nə yazır? Yazmayıb ad. Birinci. 3-də 2. Vur 6-da 1. Bərabərdir. 9-da 1. 2-də yazıb D-yi. Yəni 6-da 1. Vur 6-da 1. Bərabərdir 36-da 1. Variantlara baxmayın dostlar. Dediyim kimi variantlar ola bilər ki, yanlış olar. Hı. İndi verilən misalda, məsələn, burada belə bir sual var ki, niyə ə olmur? Testdə baxın görün ə hərfi var. Məsələn, və ya da kimsə deyə bilər ki, bu niyə q hərfi deyil? Baxın görün q hərfi var. Məsələn, keçən səfər bu n, baxın, burada ən çox tələbələrin çətinlik çəkdiyi, bura z, məsələn, n düşür. Hamı elə bilir ki, z-dır. Və mənə verilən sual, niyə orada z yoxdur? Burada məsələn yaz ana. İndi dostlar, üçüncü sual. 2 dənə 7, 6-da 1, vur 6-da 1. Bərabərdir 36-da 1. Və yazıb A'yı. Yenə 3-də 2, vur 6-da 1. Hə, bərabərdir. Bu da 9-da 1. İndi deyir 2 böyük olanların cəminin 2 kiçik olanların cəminə nisbət. 2 böyük olanlar 9-da 1 ilə 9-da 1-dir. Bunların cəmini tapıram. 9-da 1, üstə gələk 9-da 1. Bərabərdir 9-da 2. 2 kiçik olanlar isə 36-da 1-lərdir. 36-da 1, üstə gəlir 36-da 1. Bu deyir 18-də 1. Deyir indi 2 böyük olan cəminin nisbətini tap. Yəni 9-da 2-ni mən bölməliyəm 18-də 1-ə. Yəni vururam 18 bölünsün 1-ə. Bunlar da ixtisar gedir. Qalır 2. 2-ni 2-yə vursam eləyir 4. Böyle cavab alın. Dedim birdən cavab alınmaz, səhv alınır. Cavab alındı 4. D variantı. İndi verilən misalda dostlar, bu hal-hazırda misalın bu hissəsidir. Bu da həqiqətən çətinmi demə deyərdim, yox. Çətin deyilsə mənə qəribə gəlir. Qəribə gəlməz. Çünki artıq bu sual bizə 2 ilə yaxındır ki, bəllidir. Çünki bu sual bizə ilk dəfə 2024-cü ilin iyul ayında qəbula düşüb. A növü üzrə. Sonra düşdü sentyabrda A növü üzrə qəbula və yavaş-yavaş gəldi bura. Əslində heç bir qarışıqlığı yoxdur. Sadəcə o diqqətlə baxıb eləsəz, misal o qədər çətin deyil. Amma buradakı ən çətin sual bu 21-dir. Açığı bilmək istəyirsiniz. O da niyə çətindir? Çünki misalda burada hər şeyi tərsinə yaz, tərsinə bölürəm. Bu əziz dostlar 42-dir. Bu da 14. 42-ni bölüb 14-ə bərabərdir. Yəni bu 46 deyil, 64-dür. Bu da 61 deyil, 16-dır. Böləndə neçə eləyir? 4. Yəni bura 96 bölünsün. Bu neçədir? 12. Bərabərdir 8. Çətin imiş. Bəli. Amma yazmaq olarmı? O da bəli. Sonra 22-ci sual. 22-ci sual da rahat bir sualdır. Yenə ardıcıllıqlarla bağlıdır. Görək burada nə var. Bir dəfə dostlar görürsünüz, ağ fiqur görsənir, bir dəfə də qara. İntervalla da baxa bilərdiniz. 1, 3, 5 və yaxud da ki sırayla. Baxın, ağ gəlib 1-də. Sonra gedib qara. Təzədən fikir verin, ağ 1-də gəlib 2-yə, amma neçə addım sonra? 2 addım sonra. Növbət səfərində ağarda olmalıdır, bir də sol aşağıda. B gedir, C gedir, D gedir. Qaldım 2 variant arasında. Sonra nəyə baxın? Nöqtəyə bax. 1-də, 2-də, 3-də. Bu sadəcə o yarımçıq əlişdirir. Baxın, yarımçıqlardan yarımçığa. 4-də bu arada olmalıdır. Deyib burada. A getdi, qaldı Y bənd. Bu qədər saat. Yaxşı.
Növbəti sual 23-cü sualdır. Yenə xəyali birləşmədir. Qeyd edirəm ki, dostlar, bu sual biraz çətin idi. Əvvəlki illərdəki suallardan deyil. Niyə? Sual çətin idi, aslında əvvəlki suallar çətin idi, nəinki bu. Magistrın köhnə qəbul suallarından. Neyiniyib? İşte dostlar, gətirəm bunları birləşdirəm, bunun həndəvərini. Ay mən, nətər birləşdirərsən? Bax dostlar, bunu çəkdim bura. Aha. Sonra neyniyərsən? Sonra dostlar, bax bu gördüyünüz bu hissəni gətirəm, qoydum bura. Aha. Bu balaca kiçik hissəni bura. Böyük, bax bu gördüyünüz böyük hissəni deyib bura. Gətirdim, çəkdim. Alındı dev var. Bir, iki, üç və dördüncüsü. Göz qararı tapmaq olardı mı? Tapmaq olardı. Sonra gəlirəm 24-cü suala. 24-cü sualda nə var? 24-cü sualda sütunlar qaydasıdır. Biz bunu ev tapşırığında keçmişik deyə. Şablon qaydadır. Əslində siz istəsəz sütunlar bir-birinin eyni olanda üstə gələk el, üstə gələk k bərabər ya 1776-nı bölürsən 111-ə, çünki toplananlar 3 rəqəmlidir. Ya da götürürsən dostlar, bunu birbaşa 16 yaza bilərsən. Orta qıraqların cəmini verirsin. İndi mənə yazıb m plus 1 bərabərdir k. Yəni burada k-nı əvəzləyim dostlar. Burada da istəyirsiniz k-nı əvəzləyim. Və yaxud da ki, m əvəzləyim, el əvəzləyim. Ürəyiniz necə istəyirsin. Bu k-nın qiyməti var. Nəyə bərabərdir? M plus 1. Gətirək k-nın yerinə yazaq. L-in də qiyməti var. Onu da yazaq yerinə. Və yaxud da ki, dediyim kimi əvəzləyə də bilərsin. M-in yerinə qiymət. K-nın yerinə qiymət yazım. M. L-in də yerinə qiymət yazım. K-nın da yerinə. M üstə gələk. Bu k-nı elə burada əvəzləşdirim. Bu m plus nədir? 1. Onda l nəyə bərabərdir l-in özü də? 2m plus 3. Yazıram onun yerinə. M üstə gələk. 2m plus 3. Bir də plus k-nın yerinə m plus 1. Bərabərdə 16. Bu 1-i, 3-ü sağa keçirsəm, qalır burada 4m bərabərdir 12, m də bərabərdir 3. İndi m-in qiyməti 3-dürsə, k-nın qiyməti 4-dür. Bu 3, bu 4, bu 3, bu da 2-dirsə, bu da 9. Məndən də l-i soruşur. L 9. Apardım, qoydum yerinə yazdım. Rahat misal idi mi? 100%. Mən qayda bilmirəm. Neyniyim? Variantları qoya bilərsin yerinə. Götür elə 9 de. Elə 9 desən bu ikisi nə qalır bir yerdə? 7. Bu da ondan bir vahid böyükdür. Biri 3'dür, bir də 4. 111-ə bölməyə də bilərsin. Bu arada dediyim kimi. Mən çalışıram ki, misalları izah eləyəndə sizin üçün həm qısa variant izah eləyəm, həm də uzun yollarını. Ürəyiniz necə istəsə. Ha, bu da baxıram, dairəni yarımçıq verib. Fikir verin. Bütöv fiqur var, yarımçıq fiqur var. 2 dənə yarımçıq var, bir dənə bütöv. İndi məsələ nədir? Bütövüm var, yarımçığım var. Mən biləm ki, mənim cavabım dairədir. B gedir, C gedir. Hə, yaxşı, indi qaldı A, D və Y-dir. Bunun indi hansı variantını götürüb ki, mən onu doğru yazdım. Fikir versəz dostlar, bu fiqur da bölünənlərə bölünür. Sol aşağı. Bu da bölünənlərə bölünür. Sol aşağı. Ona görə Y və A variantını çıxıram. Niyə? Boz nə olmalıdır? Sol aşağı da olur. Sol tərəfdə. D variantı. Sonra 26-cı sual. Dünyanın en gözəl sualıdır. Düzdür, tapmaq olar mı? Olar. Sadəcə olaraq kimin ki riyaziyyatı bir balacacana zəif olsa bu misalda ilişə bilər. Bəs yaxşı, onlar ilişməsin deyə biz nə edə bilərik? Baxıram, dostlar, yazıb. A vur A bərabərdir V. A kvadratı bərabərdir V-yə. B kvadratı bərabərdir T-yə. C kvadratı da bərabərdir S-ə. İndi bu A, B və C-nin cəmini verib 42. Aha. Belə çıxır ki, A, B, C 42-dirsə, bu yenə bir ədəd olmalı 42-nin tərkibində. Bu onların cəmini neynəsin? Versin. Çünki A-nın B-nin C-nin cəmini verib. Məsələn, A kvadratı verdi. Özümdən deyirəm, amma məsələn, A olsun 3. Və yaxud da ki, belə deyim. A olsun məsələn 2. 1 olacaq 4.
A olsun 3. Bir olacaq 9. Aha. C də olsun 5. Bu da elədi 25. Axı misal burada ödəmir. Onda mən verilən tapşırıqda nəyə diqqət edeyim? Ola bilər ki, dostlar, buradakı misallarda, məsələn, yazılı A kvadratı və digər hissələrdə çox böyük ehtimal burada deyəsən vurma yox. Bircə dəqiqə. Deyəsən bu toplama işarəsi burada vurma kimi yazılıb ha. Deyirəm axı, misalın nəsə gedişatında bir problem var. Bir dənə misal dəqiqləşdirim. Yəni, misalın bu hissəsində bir texniki xəta olub, dostlar. Bu toplama işarəsidir. Yəni 2A bərabərdir V-yə, 2B bərabərdir T-yə, 2C də bərabərdir S-ə. Dostlar, verib də A-nın B-nin cəmi 42-dirsə, biz də yazaq. Hər tərəfi dostlar, onda 2A V-dirsə, 2B. Belə bunların hamısını vuraram 2-yə ki. Niyə? 2-yə vuranda avtomatik neçə eləyir? 84. Belə bu misalın cavabı neçədir? 84. Deyilir. Yəni bunların 2 qatıdır. 42 vur 2, 80. İndi misalda son 3 dənə sual qalıb. Baxım görüm hansı suallardır. Maraqlıdır. Hamısı bir-birindən. Gəlirəm sağ tərəfdəki suala. Bu sualı burada sizə açıq sual kimi verəcəm. 27-ci sualı. Məsələn, misalı verir, variantları tapmaq istəyir və deyir onları kodlaşdırın. Bunun üçün ayrıca bir video izah çəkib bunu yerləşdirə bilərəm daha sonra. Ən asan sualdır. Misalın düzgün variantını aşağıdan yazarsınız. Amma videonun sonunda təbii ki, bunu sizə bildirəcəm. Dediyim kimi, ən rahat sualdır. Yazmaq olarmı? Hə. Amma bunu sizin üçün buraxıram. Çünki misal necə maraqlıdır. Gəlirəm 28-ci suala. Bəli, bu sual tələbələrin qorxulu yuxusudur. Bu sualla bağlı sizə qısa bir məlumat verim. Bunu görsəniz ən axıra saxlayırsınız. Ən axır yəni nə? Sona qədər misal qalmasa bunu eləyin. Çünki bu misalı bir tələbə kompüterdə eləmək üçün bildiyiniz vaxt gedir. Bu misalın dostlar çöl tərəfini tapıram. Niyə çöl tərəfi? Çöl tərəfi tapıb hissələri buradan çıxacaq. İndi mən dediyim rəqəmləri burada hesaplayarsınız, zəhmətdən keçir. Bu 7-nin 7-yədir. Baxın 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Yəni 7 vur 7, 49-dan bunun sahəsindən. Bir-bir çıxıram. Bax, bura dostlar. Məndə 2-nin 2-yə deyə, bəzi şeylər biz şablon artıq bilirik. Biz sayı perimetri keçmişik deyə. Burada yazdığım hissələr biraz sizə qəribə gələ bilər. Amma bunları imtahana yaxın bir dəfə hamımız üçün təkrarlayacağıq. Bura 3-dür. Çıxıram 3-ü. Çıxılsın. Bu 1-in 2-yə düzbucaqlı üçbucaqdır. Çıx. 1. Çıxılsın. Bu da 2-nin 2-yə bir hissədir. Burada 1-dir. Aha. Daha sonra nə edeyim mən? Daha sonra çıxıram. Bu gördüyünüz hissə bizdə 0,125'dir. Aha. 0,125'dir bəli. Bəli. O hissəni də çıxıram. Daha sonrasında bu hissə yenə 3'dür. Buranı çıxım. Çıxım deyirsə çıxıram. Çıxılsın. Bu çöl tərəf. Baxın dostlar. Bura bizdə bu misalın bu hissəsindən bax, bura qədər gəlmişəm. Amma məsələ nədir? Bu biraz digər o bir hissədən fərqlidir. Çünki biz buna 3-ün 4-ə və yaxud da 4-ün 3-ə deyə bilmirik. Niyə? Buradan 1, 2, 3 damadır. Fikir verin. Buradan da 3. Bu 2 tam %25'dir. Çıx 2 tam %25. Çıxılsın. 0,5. Çıxılsın. Bax, yenə 2-nin 2-yədir. 3. Bunları çıxım ən sonunda hesablayasınız. Çıxılsın. 1, 2, 3, 4, 5. Və bir də bu çıxılsın. Bu da 1-in 2-yədir. 1. Şimdi ən sonunda bunların hamısını hesablayın mümkünsə. Deyəsəm cavab bütöv formatda alınmalıdır. 2,125. Hamısını yazmışam. Cavab bütöv alınmalıdır. Çıx 4. Çıx 5. Bu ikisi bir yerdə 3,125. 6. 11. Çıx daha sonra burada var 9. 20. 20 tam. Onda 5 çıxırıq. Yoxsa 20 çıxırıq. Deyəsən 20 çıxırıq. Hə, 20. O da edir bizdə neçə?
29. Hə, misal asandı idimi? Yox. Bəs mən buradan nə başa düşə bilərəm? Bu tipdə misal bilmirsənsə heç. Sonra növbəti sual 29-cu sualdır. Bax dostlar, diaqramla bağlı bizə hər imtahan qəbulda bir sual, iki sual, hətta üç sual düşdüyü vaxtlar olub. Bəs mən bu misalı nətər yazım? Bu misalı yazmağın yolu var mı? Birincisi misalı yazmağın yolu onu oxuyub anlamaq. Misalı yazıb mənim üçün 2015-2019-cu illər və verilən misalda hamısını bir-bir yazmışam. Okey. İndi neyniyim? Deyir ümumdaxili məhsul var və deyir ümumdaxili məhsulda kölgə iqtisadiyyatın payı. Yəni 2014-cü ildə 59 son 50%-ni tapıram. Bir-bir rəqəmləri yazıram. 59-un 50%. 29,5. Daha sonrasında 2015-ci ildə 54-ün tapıram 45%-ni. Bu eləyir 24,3. 60-ın 50%-i 30-dur. 70-in 50%-i 35-dir. 80-in 30%-i 24-dür. 90-ın 25%-i isə 22,5-dir. İndi deyir ki, 2015 hansı ilində kölgə iqtisadi həcmi əvvəlkindən daha çox dəyişmişdir. Daha çox dəyişmək dostlar, yəni burada özə yazmayıb ha, faizlə, nisbətən və s. Sadəcə dəyişməyi soruşur deyə baxın 2018-ci il 2017-ci ilə nisbət, yəni fərq olaraq neyniyək dəyişir? Nə qədər? Ən çox azalma buradadır 11. Və hətta ki 11-35-in neçə faizidir? Ən azından 3-də 1, 20 neçə faiz dəyişir. Cavab 2018. Elə bu qədər. Bəli. Böyük olan yox dostlar, görsün nə yazır. Yazır əvvəlki ildəkindən daha çox dəyişir. Demək sən ən çox dəyişən nədir? 50. Yəni 35,5 azalma 24. Sən 2018-i götürürsən burada. Nə rahat imiş. Rahat günümüz olsun. Daha sonrasında keçirəm misalın bu hissəsi. Hamınızın maraqla gözlədiyi, hal-hazırda bir çox tələbənin də maraqla gözlədiyi bir sual. Söhbət nədən gedir? Gecə saat artıq 1-ə qalır. İyun ayının qəbulunun son sualı izah olunur artıq. Neçə imtahandır ki, hamı bu sualı gözləyir. Yazı və 6 dənə qrupdur, bölünürlər. Yazaq da bura. Birincisi gətirəm qrupları yazıram. 1, 2, 3, 4, 5 və 6. Qadın var, kişi var, uşaq var. Qadınların sayı X, kişilərin sayı Y, uşaqların sayı Z olsun. İndi yazıb qrupların tərkibi var. Hər qrupdakı qadınların sayı digər qruplardakı bir qrupum X-dir. Hər qrupdakı qadın X-dir. Digər yerdə neçə qrup qalıb? Biz demişik ki, həmçinin bundan bir vahid neyini az götürün. Yəni yerdə neçə qrup qalıb? 5. Nəyə bərabərdir? Uşaqların toplamsa. Yəni 5 Z-ə. Və deyir ki, hər qrupdakı uşaqların sayı, yəni Z bərabərdir. Nəyə? Digər qruplardakı kişilərin sayına. 5 nəyə? Y-ə. 5Y deyil, 5Y yazıq. İndi burada yazdım 5Y. Bir də qrupda kim var? Qadını tapmışam, uşağı tapmışam, bir də qalıb Y-in öz. Bu 5 seti də Y-lə əvəz eləsəm, eləyir 25Y. İndi qrupda qadınlar 25 dəfə kişilərdən çoxdur. Uşaqlar kişilərdən 5 dəfə çoxdur. Da kim var? Kişi. Bunun üçünü toplasaq, eləyir 31Y. Yəni bu o deməkdir ki, burada aldığım ədəd 31-in nə idi? Vuruğu. Yəni nə ola bilər? Y-in yerinə 1 qoysam, 31 vur 1. Eləyir 31. Y-in yerinə 2 qoysam, eləyir 62. Keçən səfərki qəbul sual deyil bu. 31-i vurub 3-ə bərabərdir 93. Deyir, indi bu ədəd 91-dən kiçik və tək ədəd. 91-dən kiçik, tək ədəd 31. Y variantı. İndi hal-hazırda mən sizə son iyun ayının bütün qəbul suallarını izah elədim. İndi bunun video izahını da aparmışam və qeyd olaraq aparmışam. İndi bunu da sizinlə bərabər paylaşacağım ki, hər biriniz baxıb faydalanasınız. Növbəti imtahanda da nə kimi sualların düşdüyü ilə bağlı məlumatlı olasınız. Növbəti sınaq izahımız isə olacaqdır may ayında keçirilən A növü üzrə qəbul sualı.
Dərsdə iştirak etdiyiniz üçün, videoya baxdığınız üçün hər bir təşəkkür edirəm. İnanıram ki, iyul ayının həm 5-i, həm 16-sı 2 dəfə imtahan keçiriləcək. Hər ikisində də burada izah etdiyimiz suallar da sizin köməyinizə çatmış olar. Ona görə bura qədər çox sağ olun, hər birinizi uğurlar.